Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbi sallallahu Muhammed və alihi tayyibinə tahirin. Əziz qardaşlar, mən sizə yeni bir ilmi kəşfimi göstərəcəm. Bismillahirrahmanirrahimlə əlaqədərdir. 1500 ilə yaxındır. Bunu heç kəs görmür. Amma bunu deməmişdən öncə mən sizə Həzrəti Əli əleyhissalamın gərək hədisini deyəm ki, siz bunu başa düşəsiniz mənim kəşfimi. Deyir, bir dənə ərəb vəfat edir, bunun 3 övladı qalır. 3 övladına, böyük oğluna deyir ki, ey oğlum, mən öləndən sonra mənim dəvələrimin 17 dəvəsi olur. 17 dəvəmin yarısı sənindir. O birisinə deyir, 3də biri sənindir. O birisinə isə deyir ki, 9da biri sənindir. Bunun da hansı fəqihə deyirlər, alimə deyirlər, heç kəs bölə bilmir. Çünki 17-ni 2 yerə bölmək olmur. Yerdə mütləq qalıq qalır. Belə bir zamanda Əli əleyhissalama müraciət edirlər. Həzrət Əli əleyhissalam buyurur ki, mənim ey qəmbər qulamına deyir ki, get oradan bir dəvə gətir. Öz dəvəmi verirəm bunlara və bu bölgünü aparacam. Bölgünü aparandan sonra öz dəvəsini çəkir və hamı da ədalətli olaraq öz bölgüsündən razı qalır. Necə? 17 dəvəsi vardı rəhmətə gedən ərəbin. Bir dəvəni topla bir dəvəni Həzrət Əli əleyhissalam verdi onlara. Dedi, oldu sizin dəvəniz 18. Artıq 18 dəvəniz var. Mən sizə hədiyyə vermişəm. Amma indi gəlin bunu bölək. 18-i 2 yerə böləndə 9 dəvə düşür birinə. Böyük oğul deyir, hə, əla, 9 dəvə mənimdir. Götürür, aparır. Sonra deyir ki, bax, 18 dəvə var idi mi? Onun 3də biri sən olmalı idi, ortancıl ol. Hə, 3də biri də 18-i böləndə 3 yerə 3-dən 6 düşür. Bu da 6 dəvəsini götürür, gedir, ortancıl oğul. Üçüncü oğula isə deyir ki, sənin də atan demişdi ki, 9-da 1 düşməlidir. 9-da 1 də olanda sənə 2 dəvə düşməlidir. 2 dəvə də düşdü buna. Fikir verin, 9 1 apardı, 6 dənə ikinci oğul apardı, üçüncü oğul isə 2 dəvə apardı. Neçə elədi cəmi? 9, topla 6, topla 2. Elədi 17. Amma 18 dəvə var axı, bir dənə dəvə qaldı. O dəvəni Əli əleyhissalam qaytarır özünə, deyir ki, bunu mən sizə hədiyyə vermişdim, indi qaytarıram geri. Çünki atanızın vəsiyyətinə uyğun olaraq siz ancaq bu cür bölgülərlə sizə düşməli idi. İndi məsələ nədir? Burada hədisdə məqsədim odur ki, fikir verin, 17 topla 1, bax buna fikir verəsiniz, 17 topla 1 bərabərdir 18. Sonra bu 1 geri qaytarılır. Yəni, riyaziyyatda məsələni həll eləməyin bir yönüdür bu. İndi fikir verin mənim tapdığım elmi kəşfə. Bismillahirrahmanirrahimdə 17 dənə hərf var. Onun üstünə bir hərf gəlirik. Yəni, 17 dəvə var. Üstünə bir dənə dəvə gəlirik. Edir 18. Və indi sonra bu 18-də yenə bölgü aparacaq. Bölgü aparılacaq. Bölgüdən sonra bunu çıxacam. Həmən bu 1-2 gəlmişdi, çıxacaq. İndi siz də deyə bilərsiniz ki, Bismillahirrahmanirrahimdə axı 19 hərf var. Niyə deyirsən 17, 18, nə üçün? İndi gəlin sayaq görək neçə hərf var. Bax, biz Bismillahirrahmanirrahimə bu cür baxanda ancaq 19 hərf görürük. Bə, sin, mim, əlif, ləm, hə, əlif, ləm, ra, ha, mim, nun, əlif, ləm, ra, ha, yə, mim. 19 hərf. Bəs mən nə üçün bunu 17 topla 1-i yazdım? Çünki, qardaşlar, Bismillahirrahmanirrahimdə bə hərfi hərifi cərdir, şəkilçidir, lalə şəkilçisidir. Bismi, yəni ismi ilə kəlmənin kökündən deyil. Kəlmə 4 dənədir. İsim kəlməsi, Allah kəlməsi, Ər-Rahman kəlməsi, Ər-Rahim kəlməsi. Bunları müstəqil yazanda artıq olmur Bismillah, olur Allahu, Ər-Rahman olmur, olur Ər-Rahmanu, yəni Ər-Rahmanu.
Ər-Rahimu. Bax bu cür müstəqil yazanda. Və müstəqil yazanda bu əliflər ki oxunmurdu, artıq oxunur. Artıq bunlar müstəqil yazanda kəlmə-kəlmə oxunur. Elə isə gəlin oxunan hərflərə baxaq. Amma bəyəni oxumayaq. Niyə? Çünki kəlmədən deyil. Hərif-i cəri şəkilçidir. Sin və mim. Neçələdir? 2. 2 dənə oxunan hərf var ərəbin. Sonra əlif, ləm, hə. 3 dənə də buradadırmı? Amma təşdidin altında bir dənə də ləm var. Yəni, axı biz Allah deyirik. Bir dənə gizli ləm var. Amma bu ləmi oxumuruq. İndi keçdik yenə Ər-Rahman kəlməsinə. Əlif oxunur, ra oxunur, ha oxunur, mim oxunur, nun oxunur. Amma təşdidin altında bir dənə də ra var. Amma ləm oxumuruq. Əlif oxunur, ra oxunur, ra bir dəfə də oxunur, ha oxunur, yə oxunmur, mim oxunur. Bu cür baxanda oxunan hərflərə, amma B hərfin qoyuq qırağa. Gəl, baxaq oxunan hərflərə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Görürsünüz 17 hərf var. Mən də 17 yazmışam. Ben niyə topla 1? Bu Y hərfi var. Y hərfini toplayırıq üstünə. Məsələni həll eləmək üçün. Elə də 18. Y hərfi nə üçün? Nə deyib burada toplayırıq? Axı oxunmur. Y hərfi qardaşlar uzadılmaqla bilinir ki, burada Y hərfi var. Necə yəni uzadılmaqla? Bax, fikir verin. Bismillahirrahmanirrahim. Rahim. İ saitinin kəsrənin uzadılması ilə bilinir ki, burada Y var. Yəni 17 topla uzadılmaqla bilinən, amma özünün Y səsi çıxmadan bilinən bir hərf var. Bunun üstünə gələndə edir 18. İndi sonra həmən bu Y ki var idi, Y-ni çıxacaq. Məsələni həll edəndən sonra. İndi gəlin baxaq görək nə məsələ həll edirik. Deməli qardaşlar, bax, Bismillahirrahmanirrahim hərf kəlməsidir və burada B hərfinin əbcədi 2-dir, sin hərfinin əbcədi 60-dır, mim hərfinin əbcədi 40-dır. Əliflə ləm oxunmadı, mən də oxumadım. Bu biri ləmin əbcədi 30-dur, hənin əbcədi 5-dir, əliflə ləm oxunmadı, mən də oxumadım. Ra hərfinin əbcədi 200-dür, ha hərfinin əbcədi 8-dir, mim hərfinin əbcədi 40-dır, nun hərfinin əbcədi 50-dir, əliflə ləm oxunmadı, mən də oxumadım. Ra hərfinin əbcədi 200-dür, ha hərfinin əbcədi 8-dir, Y hərfi oxunmadı, mən də oxumadım, mim hərfinin əbcədi 40-dır. Bismillahirrahmanirrahimdə oxunan hərflərin rəqəmsal dəyərlərini hesablasaq edir 683. 683-ün qardaşlara fikir verin, 683-ün üstünə gəlirik 10. Niyə 10 gəlirik? Çünki Y hərfi oxunmasa da uzadılmaqla bildirir ki, mən burada varam. Və Y hərfin bunun üstünə gəlirik, amma baxmayın, gəlirik. Sonra çıxacaq dəvə məsələsi. Necə ki, dəvə gəldi, sonra çıxdı. Y hərfi bunun üstünə gəlinməklə və bir də Ər-Rahman kəlməsində əlif-i məqsuranı gəlirik, çünki o da uzadılır. Bismillahirrahmanirrahim. Rahmə uzadılır. Elə isə əlif hərfində gəlirik. 10 topla 1. Neçələdir? Bax, bu 683-ün üstünə 10 və topla 1 gəlsə neçə eləyir? 694. 694 qardaşlar sizə nəyə xatırladır? 694 62 topla 32-nin cəmidir. Yəni 62-nin üstünə 632 gəlsəniz, eləyər 694. 632 nəyin sonudur? Həzrəti Peyğəmbərin ilinin sonudur. 632-də dünyadan getdi, onun əhl-i beytinə salavat səlam olsun. Və Həzrəti Peyğəmbər neçə il yaşadı? Fikir verin, 570 danadan olub 632-də dünyadan gedib. Neçə il yaşadı? 62 il.
Deməli, 62 il yaşayıb, 62 nə deməkdir? Həzrəti Peyğəmbərin sonu. Və 632 nə deməkdir? Yenə Həzrəti Peyğəmbərin sonu olan il. Və Bismillahirrahmanirrahimin ki, əbcəd dəyəri 694 idi. Bu da nə idi? Bismillahirrahmanirrahim sonu idi. Yəni, buradan aynı hesablaya bilmədik. Görürsünüz, çünki hərf yox idi. Bu da bir, yəni cəmli bir sondur. İndi əl-qərəz. Keçək təzdən bayaqki söhbətə. 681 idi. Bismillahirrahmanirrahim cəmi. Yə hərfin gəldi, çünki yənin əbcədi 10-dur. Əlfi gəldi, çünki əbcədi 1-dir. Sonra elədi 694 və 694 haqqında bir dənə haşiyə çıxdım ki, yəni 2 yerə böləndə Peyğəmbərin sonları görsənir, amma tabi bu haşiyəni unudun. 694-ü vuraq 9-a. 694-ü 9-a vuranda 6246 olur. Sonra oradan da çıxıram 10 Y hərfini. Eləyir 6236. 6236 nədir? Quran-ı Kərimin sonu. Fikir versiniz, dəvə gəldi və qayıtdı. Y hərfi bayaq gəlmişdi, qayıtdı. Və necə ki 18-ci dəvə idi, Y hərfi də 18-ci hərf idi. Fikir verdiniz hamısında. Yəni, indi deyərsiniz ki, məsələn, siz belə sual verə bilərsiniz. Bura qədər başa düşdüm. 694 elədi. Və 694-ü nə üçün 9-a vurdum? Çünki, qardaşlar, 9 dənə hərf burada oxunmur. Necə yəni 9 dənə hərf oxunmur? Mən sizə göstərim. Bax, əlifi oxumadıq. Bax, bu hesabı sizə deyəndə əlifi oxumadım, ləm oxumadım. Elədimi? 1, 2. Burada da əlif oxumadım, ləm oxumadım. Elədimi? 2, 3, 4. Burada da əlif oxumadım, ləm oxumadım. Elədimi? 5, 6. Sonra 7-ci hansıdır? 7, 8, 9. 3 dənə hərf var ki, gizlindi. Ləm hərfi təşdidin altında, ra hərfi təşdidin altında, yenə ra hərfi təşdidin altında. Yəni 9 dənə burada hərf var ki, oxunmur bu sistemdə. Amma yerdə qalanı, məsələn, mim hərfinin üstündə olan əlifi məqsuru oxundu. Bax, burada dedik. Y hərfini oxuduq sonra. Amma 9 dənə hərf oxunmadı. Oxunmayan hərfləri ki 9-dur, biz vurduq 9-a. Ona görə 9-a vurduq, elədi 6246. 6246-dan çıxdıq Y hərfin. Y hərfini çıxarıq ki, ey Y hərfi, sən zaten oxunmursan, çıxırıq dəvə misali üçün. Yoxsa adamlar deyirlər, niyə çıxırsan? Çıxanda 6236 rəqəmi ilə qarşılaşırıq. 6236-da nədir? Quran-ı Kərimin sonu. Deməli, mənim sözümün kökü nədir? 6236 gizlidir. Quran-ı Kərimin hər tərəfində gizlənib.